Bunların hamısına 96 manat pul vermişəm. Sizcə mən 96 manata paketim belə dözmədi. Başlayaq ilk başda. Şəffaf stəkan yeni ait dizayndır və sizcə bunu mən neçə almışam? Qiymətini görürsünüz yəqin ki 6 manat 50 qəpiyə. Belə bir taxta. Bunu mən nə üçün almışam? Yeni il süfrəsində pendir qabı eləmək və yaxud hər hansı bir brusketa falan hazırlayanda üstünə qoya bilərsiniz. 9 ya 10 manat olmaz. Növbəti məhsul. Pledi göstərmək istəyirəm, adyalı. Yeni il adyalı istirdim. Yeni dizaynlarda mövcud idi. Mən bu dizayndakini götürdüm. Rozov rəngi də var idi, başqa dekorlar da var idi, qırmızı da var idi. Bunu mən aldım 10 manata. Bunun içinə qabı bürümüşəm ki, qırılması. Çox gözəl qab almışam. Sizə bir dənə məsləhət verim ki, yeni il aid qablar alanda çalışın içində rəsm olan qabı almayın. Çünki siz zaten qabın içinə yemək qoyacaqsınız deyə o rəsm görsənməyəcək, mənasız pul itkisi olacaq. Amma bu qab bir dənə fikir verin, kənarlarında belə qar dənəcəkləri də, ortası isə boşdur. Bunun ortasına nə istəyirsiniz, baxır nə hazırlayacaqsınız, qoya bilərsiniz. Bunun da qiyməti 15 manat. Siz getsəniz mağazaya, orada daha yaxından baxa bilərsiniz. Bir dənə mənfisi mənə görə odur ki, şəli ümumiyyətlə bütün qab-qacaqları qutusuz qoyurlar. Qutusuz da qoymağı bir kənara, heç upakovkalanmırlar. Mən belə bir şey aldım. Bu arada hədiyyəliyi də görün necə gözəl görsənir. Həm forması da yəni hazır upakovkalıdır. Burada belə piçenya formalarıdır. Bilirsiniz ki, mən hər il yeni piçenyaları hazırlayıram. İmbirli praniklər. Burada görürsünüz piçatlıdır. Üstünə yəni basanda bunların forması çıxır. Bilmirəm nə qədər keyfiyyətlidir. Yoxlayıb storydə fikrimi bölüşəcəm. Qiyməti 6 manat 50 qəpik idi. Yenə çaşkaya bayıldım. Bunun qiyməti 8 manat idi və onu da qeyd edim ki, bu ən bahalı çaşka idi. Orada 5 manata, 4 manata da gözəl çaşkalar var idi. Sadəcə mən belə piçenya formasında istəyirdim. Belə bir dəst, hədiyyəlik dəstim. Bunun içərisində bir dənə şam ağacı balaca, bir dənə belə aromatizator var və bir dənə ətirli şam. Və bu dəstin qiyməti sizcə neçədir? 8 manat. Hədiyyə eləsəz elə biləcəklər ki, 15 manat. Düzdür, bu videodan sonra hər kəs qiymətləri biləcək, amma ki, inşallah ki bilməzlər. Bunu da soruşsaz nə üçün almışam? Salonun ortasını bəzəmək üçün. Belə bir dekordur. Belə istədiyiniz formada əyə bilərsiniz. Hara istəsəz eləyə bilərsiniz. Məsələn, baxın bu hissələrə də eləmək olar. Ürəyiniz necə istəyir? Burada asmağa yeri də var əslində. Bunun qiyməti 18 manat idi. Bunu niyə almışam? Əslində düşündüm, salonda bunu qoyum. Həm zibil yeşik kimi, həm nə bilim prosta ortada qalsın. Hələ qərar verməmişəm nə edəcəm bundan. Bəlkə ortasına nələrsə yığdım. Bəlkə də konfet deyirəm dolduradım. Prosta çox dərindir. Konfet çatdırmaram. Yəni ev içində alsanız maraqlıdır. Bunun içində nəsə saxlaya bilərsiniz. Hətta bilsiz nə etmək olar? Məsəl üçün yeni il günü bunun içinə buz əlavə eləmək olar və içkiləri bunun içinə qoymaq olar. Çünki genişdir. Bunun da qiyməti hardasa 9 manat idi. Son məhsul elə şirin şamlardı balaca. Bunun qiyməti 3 manat idi. Yəni bir ədədi 1 manat kimi düşünün və möhtəşəm bir ətri var. Bunu soruşsanız nə üçün almışam? Bilirsiniz ki, şam xəstəsiyəm. Beləliklə bugünkü şopinqimiz bitdi. Açığı həqiqətən çox şeylər almışam. Yəni bunu alsaydım, buradasa başqa mağazadan